bugün hava çox qəşəngdir. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Təzə vlog başlayır. Bugün sizlərə bir də vlog çəkirəm. Uşaqlar, linki buraxmıram, amma siz mənim Zaxra videoda Salahov Məhəmməd kanalına girib, oradan Angelina baxa bilərsiniz. Necə mən onun vlogunu edirəm, onu da indicə elə atdım YouTube'a və bundan sonra bu vlogu çəkirəm. Bu arada uşaqlar, biz 5 otaq edirik, yəni 5-ci otaq edirik. Həmən sizə göstərim. Uşaqlar, iç evdən də göstərəcəm, amma indi buradan göstərirəm. Belədir. Bura pəncərə olacaq. Bu da arxa tərəf. Belə. İçdə belədir uşaqlar. Uşaqlar, suyun gəlməyini gözləyirik. Gəldi. İndi siz deyirsiniz ki, bu suları niyə doldurursunuz? İnəklərimiz üçün. İnəklərimizi də çölcəli yerə saldıq uşaqlar. Uşaqlar, sizə buradan göstərim inək. Gördüyünüz üzrə. Sizə belə də göstərim inəyi. Sizə bu inəyi də göstərim belə. Və sizə ən balaca inəyi göstərirəm. İşte bu. Uşağı sürürəm. Uşaqlar. Çox qəşəngdir uşağı sürmək. Özdəki bu qəşəng havada. Hava açıcı ola bilər, amma məncə çox qəşəngdir. Bizim kənd həyatı budur. Uşaqlar, vlog elə demək ki, uzun video və bir günə sən nə edirsən. Amma short videoları çəkəndə, yəni qısa videolar çəkirsə, onda olur günlük vlog. Yəni günlük vlog demək olmaz. Bu, yəni məsələn, bizdə short videolar 3 dəqiqəlikdir. Ona görə isə 3 dəqiqəlik vlog çəkə bilərik. Amma belə əgər sən bir günlük vlog deyirsənsə, o hələ qəşəngdir. Və mən çox sevirəm belə vloglar çəkmək, amma niyə aralarda çəkirəm? Onu, yəni mənim yorumlarda bağlıdır deyə heç kim soruşanmır. Amma sizə onu deyim ki, mən aralarda vlog çəkirəm çünki həmişə uşaqlara baxıram və uzanıram, edirəm və ancaq Angelina'nı çəkib, başqa uşaqları çəkib qoyuram. O da bir video sayıla bilər, amma günlük vlog deyəndə mən aralarda çəkirəm. Uşaqlar, Leylan gəzdirə Leyla gəldi. Və mən də vloga qalmışdım. Yaxında bəlkə Qəbəliyə getdik. Niyə deyirəm yaxında? Çünki dayım gələndə gedəcəyik Qəbəliyə uşaqlar. Bəlkə vlog çəkdik. O da ki, uşaqlar vaxtım olandı. Sağ olun uşaqlar, vlogumuzun sonu gəlib. Bam!